Salam əziz altıncılar. Biz deməli bugün səhifə 27-də yerləşən ümumiləşdirici 6-cı sinif Azərbaycan dilindən birinci hissədən ümumiləşdirici təkrar izahına baxacağıq sizinlə bir yerdə. İzaha keçməmişdən əvvəl kanala abunə olursunuz və dərslərimiz haqqında da məlumat almaq istəsəniz 050 745 85 97 nömrəsindən əlaqə saxlayırsınız. Birinci sualda nə deyir görək bizə? Deyir, ikinci hecasında sahib düşən sözləri müəyyən eləyin. Həmin sözləri cümlədə elə işlədin ki, sahib düşməsin. Ömründə bu qədər tərs adam görməmişdi. İkinci hecasında. Deməli, bir dəqiqə. Burada düşən hansıdır? Ömründə sözüdür, düzdür. Əslində bu söz belə yazılır. Ömür. Ömür. Amma düşüb, m-nın arasındakı ü düşüb. Hə? Tapdıq. Deməli, ömründə sözüdür. Birdə. Sonra deyir, bunu cümlədə elə işlədin ki, saati düşməsin. Ömründə sözü var. Sətir, cisim, fəsil, ömür. Bunlar elə sözlərdir ki, bunlar həm saitlə başlanan hal şəkilçisi, həm də mənsup şəkilçisi artırsaq, hər bir halda düşəcək. İndi bunu cümlədə elə işlətməli ki, özündən sonra samitlə başlayan şəkilçisi gəlsin ki, saati düşməsin. Məsələn, ömürdə, bax, nə gəldi? Də, sayla başlayan şəkilçisi düzdür, onda ü düşmür. Ömürdə, məsələn, hər gün qiymətlidir. Düşmədi burada. Məsələn, bunu yaza bilərik. Sonra 2-də əsərin ikinci fəsli hələ ya hazır deyil. Yine fəsli sözünə i ilə başlayan saat ardığına görə fəsil əslində necə yazılır? Fəsil. Sınanlığının arasında i hərfi var. Ona görə saatlə başlayan şəkilçi artırıldığına o i düşüb. İndi buna biz samitlə başlayan şəkilçi artırmalıyıq ki, cümlədə, qıraqda. Oradakı i düşməmiş olsun. Hə? Məsələn, necə deyirik? Fəsildə, hər fəsildə məsələn 90 gün var. Bu zaman d samitlə başladığında o i saati düşməyəcək oradan. Sonra yaza bilərik. Məsələn, zər qədrini zərgər bilər. Qədir sözü var. Qədir əslində necə yazılır? Qədir. Amma burada görürsən, d-nın arasındakı nə düşüb? I düşüb. Çünki sayı ilə başlayan şəkilçi gəlib də i. İndi bunda düşməməsi üçün nə etməliyik? Samitlə başlayan şəkilçi artırmalıyıq. Məsələn, qədirdə sözü olsun. Qədirdə. Qədirdə sözün cümlədə işlədin. D samitlə başladığında buradakı i düşməyəcək. Sonra dostun eybini üzünə deyərlər. Eybini. Bax, necədir? Yenə eyb əslində belə yazılır. Y-i-b. Y ilə bunun arasında i olur. Sait gəlib deyə o i düşüb. Necə deyə bilərik? Samitlə başlayan şəkilçi artırmalıyıq ki, düşməsin. Eyiblərindən utanır məsələn. Eyiblər. Eybdən sonra, eyb sözündən sonra samitlə başlayan şəkilçi gəldiyinə düşməyəcək. Sonra baxırıq 2-yə. Sözləri cədvəl üzrə qruplaşdıraraq orfoqrafik normalara uyğun yazın. Orfoqrafik norma nədir? Sözün düzgün yazılışı. İndi bir saat uzun tələffüz olunan sözlər, qoşa saat uzun tələffüz olunan sözlər. Baxa, təəssüfdə əslində yazılış necədir? 2 dənə ənəndə də düzdür. Biri düşüb, biri uzanıb. Onda bunu yazacağıq ikinci xanaya. Qoşa saat uzun tələffüz olunan sözləri. Təəssüfü buraya yazdıq. Abidədə amma elə bir dənə saat. Sadəcə A uzanıb. Qoşa saat yoxdur burada. Buraya yazacağıq. Mətbəədə əslində 2 dənə ədir sonunda. Düzdür? Mətbəə. Ənin biri düşüb, digəri uzanıb. Onda ikinci xanaya yazacağıq. Sonra nümunədə təkcə elə bir dənə U saati uzun tələffüz olunur. Qoşa gəlmə söhbəti yoxdur burada. Birinci tələffüzü yazacağıq. Birinci hissəyə daha doğrusu. Əlamət də eyni ilə. Orada 2 dənə A yana gəlmir. Elə bir A-dır sadəcə uzun tələffüz olunub. Onu da buraya yazacağıq. Bu qaydada. Sonra keçək 3-ə. Tələffüzündə dəyişiklik olmayan qoşu samit sözləri müəyyən edib cümlədə işlədin. Tüstünün tələffüzündə dəyişiklik olur. Olur. Necə tələffüz olunur? Tüstü. T-dıya keçir. Bizə olmayan lazımdır. Bu getdi. Güllədə olur. Olmur. Güllə də olduğu kimi qalır. Bu da getdi. Küskündə olur.
Küskün. Küskündə də dəyişiklik olur. Bu ç, c-yə keçir. Küskün. Bunu da götürdük. Dəyişikliyi olandır bu da. Tənəffüsdə olur. Tənəffüsdə olmur. Götürəcəyik bunu. Olduğu kimi də, yazıldığı kimi də deyilir. Deməli, götürdük tənəffüs sözün. Təşkildə olur. Olur. Necə olur? Təşkil. Bəli, ç, c-yə keçir. Götürmürük. Şəffafda olmur. Olur, olmur. Dəqiq. Olmur. Şəffaf. Şəffaf demirik. Şəffaf. Şəffaf hadisə. Şəffaf. Yoxsa deyirik. Şəffaf. Şəffaf. Bunda da olmur. İkisi. Tənəffüslə şəffaf. Qoşa fılarda olmur da, bəli. Digərlərində olduğuna götürmür. İndi cümlədə işlədə deyir. Məsələn, Evin damından tüstü çıxır. tənəffüslə şəffaf sözdür. Tüstü yox. Bizə tələffüsü dəyişikliyi olmayan lazımdır. Məsələn, deyirsən, tənəffüs 5 dəqiqə oldu. Belə cümlədə işlətdin. Şəffaf, məsələn, suyun görünüşü şəffaf rəngdədir. Belə. Sonra keçirik 4-ə. Nöqtələr yerinə uyğun hərfləri yazın. Tüfəng, c. Tüfəngin tələffüsündə nə olur? Tələffüsdə ç olur, amma yazılanda c ilə, bəli. Kərpic, necə yazılır? Tələffüsündə yazılanda c ilə, amma tələffüsdə ç, kərpic. Bizə yazılış lazımdır. C yazdıq bura. Cora, b-dır, p. B, amma tələffüsdə p olur. Bizə yazılış lazım olduğuna b-ni yazırıq bura. Qana, t yoxsa d? Qanat. D. Tələffüsdə nə olur amma? Bizə yazılış lazım olduğuna d yazır. Tələffüsündə də t-yə keçir. İndi deyir, mətni oxuyun, fərqləndim sözləri, orfoqrafik normaları. Orfoqrafik normada dediyi nədir? Sözün düzgün yazılışı. Uyğun yazın, öyrəndiyiniz qaydaları istinad edərək həmin sözlərin səhv yazıldığını əsaslandırın. Baxaq indi. Deməli, ata oğluna hasarı təmir etməyi tapşırmışdı. Oğluna sözü düz yazılıb. Oğlu. Nə olmalıdır? Mənsubət ardırdığına ğ-la l-ın arasındakı u düşməliydi. Oğluna. U olmalı deyildi burada. Bu səhv yazılıb. Təmirdə 2 dənədir. Olmamalıdır. Ənin biri səhv yazılıb. Qoşu saatli deyil. Sonra sınmış sözü necə yazılır? Birinci m, n olmalıdır. Sınmış. Bu səhv yazılıb. Taxtalar necə olur? T olmalıdır. Tələffüsdə d-yə keçir. Sonra vurduğu mismarlar. Necə olur? Mismar ikinci r, l olmalıdır. Mismarlar. Çəkic çınandı. Tələffüsdədir c. Bu, bəli. Burada c yazılmalıdır. Tələffüsdə ç olur. Üstəlik bəs? T yazılmalıydı d-nın yerində. Sonra əziyyət necə yazılmalıydı? Aşağıda 2 dənə yığıla. Düzdür? Hə, yuxarıda qal deyə düzdür. Fikri sözü necə yazılır? Q ilə r-ın arasında i olmalıydı. Fikri olmalıydı. I burada artıq yazılıb. Yaxınlıqda necə yazılır? Yaxın. Lıqda. İkinci n, l olmalıydı. Yoldaşlarında yazılıb, amma l olmalıydı. Yoldaşlarında. Əziyyət 2 dənə yığınan olmalıydı. Sonra yaxınlaşdı necə olur? L, yaxınlaşdı. Bəli, ikinci n, l olmalıydı. Bunlar hamısı tələffüz formasında yazılıb. Biz amma düzəldib yazılışını eləyirik. Təəccüblə də necə olmalıdır? 2 dənə ə, ənin biri əski yazılıb. Cavab necə olmalıdır? B olmalıdır. Tələffüsdə p olur. Əlbəttə 2 dənə t olur yazılışda. Tələffüsdə sadəcə biri. Deməli bu d səhv yazılıb. T olmalıdır. İstəyirsən necə olur? T olmalıdır. İstəyirsən. Sonra öyrənməlidir necə olmalıdır? Birinci m, n olmalıdır yazılışda. Öyrənməlidir. Sadəcə tələffüsün yazıb bunlar. İstəyinə necə olur? T olmalıdır, bəli. Yazılışda sadəcə d-dır. Əylənmək necə olur? Birinci m, n olur. Bəli. Bu qaydada uşaqlar. Sağ olun, gələn mövzularımızda görüşənə qədər. Qalıb əsaslandırma.
bax bu sözlərin hamısının bax düzgün yazılışını buraya yazırıq. Məsələn, təəccüblə bir əllə yazılmayıb. Sən götürürsən düzgün formasını buraya yazsan. Əsaslandırmanı da bura qabağından yazsan ki, təəccüb sözü yazılışda qoşaya ilə olur, tələffüzdə bir ay olur. Bunu da uzanmadan öyrənmişik ki, eyni cinsli qoşu samit sözlər, qoşa sahibli sözlərin yazılışı eyni cinsli qoşu sahiblə də elə. Məsələn, 2 A-la, 2 İ-lə, 2 Ə-lə. Bunların yazılışında biri düşüb digər uzanır. Daha doğrusu tələffüzündə biri düşüb digər uzanır. Yazılışında yox. Bu qaydada yazacaqsınız. Sağ olun uşaqlar, gələn də